Olub yenə çənəni sürüyə gəldin otdun maşından. Yenə ağzın gözün niyə əlib? Niyə yenə o Yapon küçüyü sifət almısan? De da bir bilək. Ha, nə olub? Ağzın əyilib yenə de. Ha. Yenə nə olub? Ha. Yenə maman nə zakaz verib? De görək. Ha. Sən niyə giyinib gəlmirsən? Nə lüt gəlim? Yox, yəni kostyum giyinib gəlmirsən. Şort ilə gəlim. Ha? Yox da sən kostyum belə giyinməzsən də sən. Nəsə var ki, onu giyinib gəlmirsən mən. Nə elə gedim cındırımdan sinüksün, cəmat mər götdiysinsə, mən insanda cəmat sinləyəm. Yox da hazırlaşıb gəlmirsən də, belə özənmirsən. Neynəmişəm? Özənmirsən. O kimdir? Hardansa yəqin gəlmirsən. Evdən gəlmişəm, hə. Yox, evdən niyə o güllü yaylığı qoymuşsan ora? Güllü yaylıq mən görüm, mam səhəcə tıxadı bunu bura, bilmirəm niyə dedi, bu belə qəşək görünür. Sən mən görüşə gələndə kostyum giymirdin. Maman demişkən, öz maman arada tapşır ki, vızı və elatan deyiləsin ki, nömrəni yay tutsun, adım da yazmamışam, hələ mamanın nömrəsi yaysın, bilmirəm mən. Gene hele vızı vatmına, sözün olan deyil, çoğumuza WhatsApp'da yaz. Sən mənə yalan danışsan, sən hardansa başqa yerdən gəlirsən. Evdən belə heç bir kişi giyinib çıxmır. Hazırlaşır başqa yerə, oradan da gəlir. Hara gedirəm ki, Sibir küçüyü kimi dalımca gəlirsən, ne mesiti kimi üstüm iliysən, hara gedirəm bilirsən. Mən getdiyim yerə çatmamış, məndən qabaq sən bilirsən, hara gedəsiyəm mən. Kimdir ma baxan, bir uzaqdan baxma. Ne bileyim, sen bugün Zadagen görünürsən. Ne görünürəm? Zadagen. Ne olsun görünür Zadagen, ağzat sen kimi yenə... O ağzı bildim ama böyle ağzı açmadan qaradan baxan olanda görürük ki Zadagen stilindəsən də. Mən sənə demişəm axı, biz ancaq belə toyazda gedəndə. Sən görsən mən oturmuşam, gəlmişəm səninlə görüşə, görürəm sən oturmuşam maşında kostyumumu giyinmişsən. Yeni maşının içində dik dayanım. Lüktan çıxım. Neyse başka şey var, mən şübhələnirəm səndən. Nəyimlə şübhələnsən, pis yolda tutulursan, mən pis iş görmüşəm, nə yapacağım, özümə fikir verirəm, özümə fikir vermirəm, deyirsən ki, tərii gəlir. Fikir verirəm, deyirsən kimlə görürsən. Özün deyirdin də, sən özün deyirdin ki, kostyum giyinən kişilər görüşdən gəlir həmişə. Az pox yemişəm, mən hava elə söz demişəm. Demişsən, əgər kişi özünə görüşdən gəlir, iş görüşündən gələ bilər, müdür pazlayır, işdən gələ bilər, bank işçilər onda gündə bir arvatla gəzir az. Hamısı kostyumlu, yatanda da kostyum, karustukla yatır onlar. Nəhlə saç eləyən şeytan, nə işə düşmüşük? Bunu ma kim təriflədi getdikdə? Səni ma tərifləyir, səni ma gətirib nömrəni verəm, bax, sağa deyirəm, gecən gündüzün olmasın. Əyri yolların çox olsun, düz yolun əyri yola gedib çıxsın. Səni ma məsləhət bilərim, məsləhətli gün olmasın. Evindən, eşiyindən, nədir onun adı, qara üstündə qırmızı şəkil əşki olmasın. Kostyum giyinmədə, kostyum o vaxt ki bir yerdə birdən çıxırıq. Sonradan yanıma gələndə kostyum olmasın. Lazım deyil. Gedirəm soyunam lüt gələcəm. Yaxşı mı? Bu ecazkar bədənimi çöldə qoyub gələcəm.